sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan dini təyinatlı ədəbiyyata Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən hansı dövlət orqanı tərəfindən verilən icazə sənədi tələb olunur? Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarı ilə təsdiq edilən fiziki şəxslər tərəfindən istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının 2 nömrəli əlavəsinə əsasən dini təyinatlı ədəbiyyat, audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının Azərbaycan Respublikasına gətirilməsi üçün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi tələb olunur.